Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Mövzumuz ibtidai icma cəmiyyətidir. İbtidai icma cəmiyyətindən danışarkən ilk əvvəl qeyd etmişik təbiət faktorunu. Alimlər müəyyən etmişlər ki, ibtidai insanlar ilk əvvəl onlar üçün uyğun olan təbii coğrafi ərazilərdə məskunlaşıblar, həmin mühitdə özlərini inkişaf etdiriblər, yaşayıblar, çoxalıblar. Buna görə də təbiət faktoru ibtidai insanların həyatında mühüm əhəmiyyət kəsb edib. Çünki təbiət insanların yaranmasına və inkişaf etməsinə, insanların yayılmasına, məskunlaşmasına, qida mənbəyi olub insanların geyiminə təsir göstərib, insanların əmək alətləri yaratmasına təkan verib, inkişaf etdiribdir. Buna görə də təbiət faktoru onlar üçün əhəmiyyət kəsb edib və ilk əvvəl təbiət insanların həyatına daha çox təsir göstərib. Daha sonraki proseslərdə isə insanlar inkişaf ediblər, əmək alətləri yaradıblar, özləri üçün daha səmərəli bir mühit təşkil ediblər. Buna görə də təbiət onlara daha az təsir etməyə başlayıbdır. Və ilk insanlar haqqında danışarkən qeyd etmək lazımdır ki, ilk insanlar 2-3 milyon il bundan əvvəl Şərqi Afrikada alimlərin araşdırmaları, tədqiqatları əsasında öyrənilib ki, doğrudan da ilk insanlar 2-3 milyon il bundan əvvəl yaşayıblar. Azərbaycanda isə ilk insanlar 2 milyon il bundan əvvəldən yaşamağa başlayıblar. Və ilk insanlar ilk əvvəllər harda yaşayırdılar? Burada mağaralar faktorunu qeyd etmişəm. Yəni mağaralarda, qazmalarda, çay kənarlarında özləri üçün münbit, məhsuldar mühitlərdə yaşayıblar. Burada mağaralardan danışarkən Azərbaycan ərazisində Qazaxda Daşasalı, Damcılı mağaraları paleolit düşərgələrindəndir. Qarabağda Azıq Tağlar, Lerikdə Buzeyir, Naxçıvanda Qazma, Mingəçevir yaxınlığında Qaraca düşərgəsini misal göstərə bilərik. Daha sonra isə burada qeyd edirik tarixə qədərki dövr. Biz qeyd edirik ki, bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma cəmiyyəti adlanır. Yəni, bəşər cəmiyyətinin ilk dövrü ibtidai icma cəmiyyətdir. Buna tarixə qədərki dövr deyilir və yaxud tarixə qədərki dövr yazılı mənbələrin yaranmasına qədər olan dövrü əhatə edir. Daha sonra burada ilk mərhələ qeyd etmişəm. Nədir bu ilk mərhələ? Biz bilirik ki, bəşər cəmiyyətinin ilkin inkişaf dövrü olan ibtidai icma cəmiyyəti müəyyən dövrlərlə əlaqədardır. Bu dövrlər paleolit, mezolit, neolit, eneolit, tunc dövrü. O da mərhələləri mövcuddur. Erkən tunc, orta tunc və son tunc. Biz daha əvvəllər öyrənirdik ki, paleolit, yəni qədim daş dövrü bir neçə mərhələdən keçirdi. Buna deyirdik alt paleolit, orta paleolit, üst paleolit. Biz artıq həmin paleolitə deyirik paleolitin ilk mərhələsi, ilkin mərhələsi, növbəti mərhələsi və son mərhələsi. Və paleolitin ilk mərhələsindən danışarkən ümumiyyətlə paleolit ilk insanın, yəni 2 milyon il bundan əvvəldən eramızdan əvvəl 12-ci minilliyə qədər olan bir dövrü əhatə etməkdədir. Və ilkin mərhələsi də ilk insanın yaranmasından 2 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər olan bir mərhələni əhatə edir. Və bu dövrdə ibtidai insanlar çay kənarlarında və mağaralarda yaşamaq zərurətindən bir araya toplaşıblar. Bu yaşamaq zərurəti nədən ibarət olub? Qida ehtiyatından, qida əldə etmək, vəhşi heyvanlardan qorunmaq və təhlükəsiz şəkildə yaşamaqdan irəli gəlibdir. Buna yaşamaq zərurəti biz faktorunu qeyd edirik. Və ilk insanların ilk əmək alətləri nədən ibarət olubdur? İlk əmək alətləri çay daşlarından və ağacdan hazırlanıbdır. Obsidian, vulkanik şüşədən istifadə olunubdur. Və ilk insanların da ilk əmək alətləri bunlara əsaslanır. Burada yeniliklərdən birisi də qaşov tipli alətlərdən istifadə təşkil edir. Və burada Turkana mağarasından söhbət gedir. Yaşayış deməli ərazisində söhbət gedir. 1994-2006-cı ildə Şərqi Afrikada Kenya ərazisində tədqiq edilmiş materiallar əsasında tapıntılar onu müəyyən etmişdir ki, bu alətlər 6 milyon il əvvələ aid olan deməli tapıntılar hesab olunmaqdadır. Və qeyd edirik ki, insanlar artıq inkişaf etməyə başladılar paleolitin ilkin mərhələsində və onlar yeni alət hazırladılar. Bu alət hesab olunur çapacaq. İnsanlar ilkin mərhələdə, paleolitin ilkin mərhələsində ulu icma şəraitində yaşayıblar. Ulu icma şəraiti nədən irəli gəlib? İnsanlar artıq bir müddətdən sonra vəhşi heyvanlardan qorunmaq, qida əldə etmək üçün müəyyən qruplara bölündülər. Bu qruplar zərurətdən yarandı.
təbiət hadisələri qarşısında aciz qalmamaq, qida əldə etmək, qorunmaq üçün bu ulu icma hesab olunur. Ulu icma möhkəm deyildi, tez-tez dağılırdı və yeniləri yaranırdı. Daha sonra ulu icmanı qeyd edəcək ki, qəbilə icması əvəz etmişdir. Və paleolitin qədim mərhələsində Azərbaycanda Xocavənd rayonu ərazisində tədqiq edilən Azıq mağarası əsasında tapıntılar əsasında müəyyən etmişdir. Bu Quruçay mədəniyyəti hesab olunur. 350-400 min il bundan əvvələ aid Azıq mağarasında Azıq adamına məxsus 18-22 yaşlı qadına məxsus alt sənədi sümüyü aşkar etmişdi. Məmməd Əli Hüseynov 1968-ci ildə və ümumilikdə Məmməd Əli Hüseynov Azıq mağarasında 20 ilə qədər tədqiqat işləri aparmışdır. Bu da Azərbaycanın ilk qədim insanların yaşadığı ən qədim düşərgələrdən biri olduğunu deməyə bizə əsas verir. Və orada 700 min il bundan əvvələ aid ocaq izləri aşkarlanmışdır və ocağın ətrafının daşlarla örülməsi ocağın ilk təcrübəsi hesab olunur. Ocaq ümumiyyətlə od paleolit dövründə insanların mühüm əhəmiyyət kəsb etdiyi məsələlərdən birisi hesab olunmaqdadır. Və Azıq mağarasında bəzi ayı kəllələr üzərində cızılmış işarələrdən biz bilirik ki, onlar ibtidai dini təsəvvürə malik olmuşlar. Bu Azıq mağarasından əldə edilən materiallar əsasında belə bir qənaətə gəlirik və Azıq mağarasının tədqiq edilməsi prosesi deməli 60-80-ci illəri əhatə etməkdədir. Daha sonra qeyd edirik burada paleolitin növbəti mərhələsi, yəni keçmiş orta paleolit dövrü. İnsanlar hansı bölgələrdə yaşayıblar? Burada bölgələrin adlarını qeyd etmişəm. Daha doğrusu bölgə yazmışam. Adlarını sizlərə qeyd edəcəyəm. Bu Naxçıvan, Qarabağ və Qazax bölgələri hesab olunmaqdadır. Daha sonra isə biz deyirik ki, paleolitin növbəti mərhələsindəki bu yenilikdir. İti uzlu alətlər kəşf olundu, iti uzlu alətlərdən istifadə edilməyə başladı. Və həmin dövrdə yeni insan tipi olan Neandertal insan tipi meydana gəldi. Neandertallar ilk dəfə olaraq Almaniyada tədqiq edildiyinə görə, Almaniyada yer adı olduğuna görə bu insan da Neandertal insan tipi hesab olunmağa başladı. Neandertal insanlar nəhəng tikillərdən, nəhəng heyvanların sümüklərindən və iri daşlardan özləri üçün tikillər hazırlayırdılar. Onlar əsasən ovçuluqla məşğul olurdular. Onlar əsasən mağaralarda, qazmalarda və çay kənarlarındakı ərazilərdə məskunlaşırdılar. Və Neandertal insanla bağlı Azərbaycanda Urmiya gölü yaxınlığında Tamtana mağarasından aşkar edilmiş bud sümüyü əsasında onların 40-50 min il bundan əvvəl yaşadıqlarını biz qeyd etməkdəyik. Bu da Neandertallarla bağlı olan məsələ hesab olunacaq. Daha sonra biz deyirik ki, eyni zamanda Neandertallar dini görüşlərini daha da inkişaf etdirmişlər və oradan tapılan dəfn mərasiminə aid məlumatlar hesab olunur ki, bunların dini görüşləri formalaşıbdır. Biz ilkin mərhələdə qeyd edirik ki, dini təsəvvürlər mövzu olub Azıq mağarasından, Tamtana mağarasındakı neolit düşərgələrindən hesab edirik ki, artıq dini görüşlər formalaşmışdır. Bu da onların bir qədər axirət dünyasına inamın daha da dərinləşdiyi, daha doğrusu axirət dünyasına inamla bağlı olan məsələ hesab olunacaq. Daha sonra son mərhələ, paleolitin son mərhələsi ilə bağlı nə qeyd edirik? Qeyd edirik ki, səsli nitq əlverişli ünsiyyət vasitəsi olaraq yarandı, insan fiziki və əqli cəhətdən daha da inkişaf etdi və əmək fəaliyyəti nəticəsində həmin bu səsli nitq yarandı, yəni onun səbəblərindən birisi hesab olunur. İnsan ilk dəfə olaraq şuurlu surətdə əmək aləti hazırladı və heyvanlar aləmindən uzaqlaşmışdı. Yəni əmək fəaliyyəti insanın heyvanlar aləmindən ayıran başlıca səbəblərdən birisi hesab olunmaqdadır və ən başlıca səbəbdir və elə əmək insanın yaranması ilə bağlı olan məsələ hesab olunur. Və bu dövrdə paleolitin son mərhələsində ağıllı insanlar olan Homo sapienslər, yəni ağıllı insanlar yarandılar. Bu da yeni tip insan tipinin formalaşması demək prosesi hesab olunur. Və paleolitin son mərhələsində artıq ulu icma öz yerini tamamilə qəbilə icmasına verdi. Qəbilə icması ana xətti ilə qohumluq əsasında qurulubdu. Matriarxat deyirlər buna və erkən Tuz dövrünə qədər davam etdi. Və ana xaqanlığı dövründə insanlar, yəni daha doğrusu qadınlar yemək hazırlayırdılar, bitki və heyvan toxumları tapırdılar, uşaqların qayğısına qalırdılar, odu qoruyub saxlayırdılar.
Daha sonra Orta Daş dövrü ilə bağlı hansı məqama diqqət edəcəyik? Eramızdan əvvəl 12-ci, 8-ci minilləri əhatə etməkdədir. Orta Daş dövrü mezolit dövrüdür. Mezolit dövründə insanların əsas məşğuliyyət sahəsi yığıcılıq, ovçuluq və balıqçılıq olmuşdur və insanlar o dövr üçün daha böyük bir ixtira olan ox və kamanı ixtira etdilər. Nəticə etibarilə qida ehtiyatı artdı. Heyvanları daha uzaq məsafədən ovlamaq mümkün oldu. Bu da nə ilə nəticələndi? Artıq iri heyvanları ovlayıb yeyirdilər. Kiçik balalarını isə onlar saxlayırdılar. Beləliklə ibtidai maldarlığın əsası qoyuldu. Və qadınlar, deməli, toxumun yerə düşüb düzəldiyini ibtidai insanlar gördülər və beləliklə ibtidai əkinçiliyin əsası qoyuldu. Bu isə keçid dövrü deməkdir. Yəni istehlak təsərrüfatından, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidlə bağlı olan bir mərhələ hesab olunmaqdadır. İstehlak təsərrüfatı nə idi? İnsanların yığıcılıq və ovçuluqla məşğul olması ki, ondan daha yüksək bir mərhələyə artıq təbiətin asılılığından azad olmaq üçün bir addım atdılar. Onlar ki, artıq ibtidai maldarlığa və ibtidai əkinçiliyə, istehsal təsərrüfatına başladılar və sonraki prosesdə neolit dövründə insanlar təbiətin asılılığından azad olacaqdılar. Və bu dövr üçün xarakterik olan yaşayış məntəqələri hesab olunur. Deməli, Damcılı mağarası və Qobustan düşərgəsindən bağlıdır. Ən əsası Qobustan düşərgəsindən bağlıdır. Bakıdan 55 kilometr cənubda yerləşir Qobustan düşərgəsi. Qobustan düşərgəsini tədqiq edən İsaq Zəfərzadə olmuşdur. 1939-cu ildə tədqiq etmişdir. 1966-cı ildə Qobustan tarixi bədii qoruğu olmuşdur. 2007-ci ildə isə UNESCO-nun ümumdünya irs siyahısına daxil olmuşdur. Və Qobustanda müəyyən ov səhnələri, ovçuluq, insanların həyatı, əhalisinin məşğuliyyəti verilmişdir. Onlar hansı işlərlə məşğul olmuşdur və müasir yallı rəqsini bənzəyən deməli rəqslər də Qobustanda deməli tədqiq olunmuşdur. Və mezolit dövrü ilə bağlı, əmək alətlərindən bağlı deyirik ki, insanlar iynə hazırlayıblar sümükdən, iynə deməli yaratmışlar, daş alətdən istifadə etmişlər və digər məmulatlar hazırlamışlar. İynənin ixtirası mezolit dövrü ilə bağlı hesab olunacaq. Daha sonra biz burada qeyd edirik yeni daş dövrü, yəni neolit dövrü ilə bağlı olan məsələ. Neolit dövründə istehsal təsərrüfatını inkişaf etdi, formalaşma prosesi başa çatdı. İnsanlar təbiətin asılılığından tamamilə xilas oldular. İnsanlar oturaq həyat tərzinə keçid etdilər. Və burada əmək alətləri nələr hesab olunur? Toxa yarandı, oraq yarandı. Oraq nə idi? Oraq iri heyvan sümüklərində olan deməli çaxmaq daşlarından hazırlanmış kəsici alətlərin yerləşdirilməsi ilə oraq hazırlanırdı. Və bu da insanların yeni əmək alətləri hesab olunacaqdı. Və beləliklə daha sonra isə qeyd edirik burada məkanlarla bağlı olan məsələ, sənətkarlıqla olan məsələ isə toxuculuq və duluçuluğun yaranması ilə bağlı olan məsələ hesab olunmaqdadır. Bu da neolit dövrünün yenilikləridir. Bütün bunlar hamısı neolitdəki baş verən proseslərin əsl inqilab hadisələr olduğunu qeyd etməyə əsas verir və buna biz neolit inqilabı deyirik. Məkanlara gəldikdə isə neolit dövrünün insanları yaşayıblar Urmiya ətrafında, Qobustanda, Təbriz ətrafında, Gəncə Qazax bölgəsində, eyni zamanda Tovuzda, Göytəpədə, Ağcabəddə, Kamiltəpə adlı yaşayış məskənində. Daha sonra isə biz qeyd edirik burada mis daş dövrü, eneolit dövrü, paleolit, mezolit, neolit. Bunlar hamısı Yunan sözlərindən ifadə olunur. Palaios, qədim, litos daş deməkdir və yaxud mezios, orta litos daş deməkdir, neos, yeni litos daş deməkdir. Lakin eneolit sözündəki eneos sözü latın mənşəli sözdür. Eneos, mis daş, mis litos daş deməkdir. Mis daş dövründə burada heyvanlarla bağlı olan məqamı qeyd etmişəm. Bu hansı məsələdir? Deyir ki, artıq onlar sürülərində bütün ev heyvanlarının əsasını təşkil edirdi artıq onların sürülərində. Bu da bir yenilik hesab olunur. Yaşayış məskənləri, evlər. Yaşayış məskənləri çay kənarında qurulurdu, möhrədən istifadə olunurdu. Yaşayış məskənləri kiçik bulaqlara yaxın ərazilərdə seçilirdi. Deməli, daha sonra isə qeyd edir ki, evlər qazma tipli evlərdən istifadə olunurdu. Əli Köməkdəpə yaşayış məskənindən də həmin bu evlərlə bağlı müəyyən sistematik məlumat bölüşülməkdədir.
orada hansı məsələdən deyir ki, evlərin davamlılığını artırmaq və onların qoşa çatlı deməli hissəsində davamlılığı təmin etmək üçün ki, evlərdə bir problem olmasın, inşası nöqteyi nəzərdən xüsusi dayaq yaradırdılar. Bu dayaqlardan da Əliköməktepe yaşayış məntəqəsindən bu tipli məmulatlar aşkarlanmışdır, öyrənilmişdir. Daha sonra qeyd edirik ki, mis daş dövründə daş alətlərin hazırlanması texnologiyası təkmilləşdirildi, qaşov tipli bıçaqlardan istifadə olundu. Biz paleolitin ilkin mərhələsində qeyd edirik ki, qaşov tipli alətlərdən istifadə olundu. Artıq biz eneolit dövründə qeyd edirik ki, qaşovvari bıçaqlardan istifadə olundu. Bu da yenilik hesab olunur. Daha sonra digər bir yenilik isə bundan ibarətdir ki, insanların həyatında istehsal təsərrüfatı əsas sahəyə çevrildi və əsas ərzaq mənbəyi hesab olundu. Bu da eneolit dövrünün xarakteri xüsusiyyətlərindən bağlı hesab olunur. Və bu dövrdə iyuzluqları aşkarlanmışdır. İyuzluqları nə idi? Toxuzluqda pambıqdan və yundan istifadə olunan deməli, iti uzlu ağaca deməli olan materialdan iyuzluqları hazırlanırdı. Bu da eneolit dövrü üçün xarakteri xüsusiyyətdir. Daha sonra eneolit dövründə saxsı qab istehsalı yeni bir mərhələyə qədəm qoyur. Saxsı qablar təkmilləşdirilir, texniki üsulları zənginləşdirilir. Və saxsı qab istehsalı ilə bağlı kürələr meydana gəldi. Bu da eneolit dövrünün xarakteri xüsusiyyətləri hesab olunur. Metallurgiya ilə bağlı isə qeyd edir ki, dulut çarxından, ümumiyyətlə dulutsuzluqdan istifadə saxsı qab istehsalı metallurgiyanın yaranmasına zəmin yaradıb. Və bu metallurgiyanın yaradılması ümumiyyətlə ustalar hər zaman axtarışındaydı ki, davamlı xammal təmin etsinlər, əldə etsinlər. Bu davamlı xammalda mislə bağlı hesab olundu və beləliklə biz deyirik ki, Gədəbəydə, Daşkəsəndə və Qarabağın dağlıq hissəsində zəngin mis yataqları aşkarlandı və insanlar ilk dəfə metalla tanış oldular, yəni mis əldə etdilər. Mis yataqlarını da qeyd etdik. Daha sonra eneolit dövründə digər məsələ ondan ibarətdir ki, qadın hələ də cəmiyyətdə mövqeyi güclü idi, möhkəm idi və qadınlar müqəddəs varlıq kimi sitayiş olunurdu, ailənin, nəslin yaşadıcısı hesab olunurdu və bu dövr üçün qadın heykəlləri də səciyyəvi xüsusiyyətlərdən birisi hesab olunmaqdadır. Dəfn adətləri ilə bağlı isə onu qeyd etmək lazımdır ki, onlar evlərin içərisində, binaların arasında dəfn olunurdu insanlar və ölənin üzərinə oxra səpirdilər və ya qan rəmzi sayılan boyadan istifadə edirdilər. Daha sonra isə biz qeyd etməkdəyik burada, bəli, mis daş dövründə qeyd edilir ki, insanlar Ön Asiyanın mədəniyyət mərkəzləri ilə sıx əlaqələr artıq yaratmağa başlamışlar. Bu, eneolit dövrünün səciyyəvi xüsusiyyəti hesab olunmaqdadır. Erkən Tunc dövrü ilə bağlısı əsas məsələ nədən ibarətdir? Artıq Erkən Tunc dövründə ana xaqanlığı öz yerini ata xaqanlığına verdi. Çünki xış əkinçiliyi, maldarlıqla məşğul olmaq kişi zəhmətini, kişi əməyini, ağır iş kişi əməyini ön plana keçirdiyi üçün artıq ata xaqanlığı yarandı. Və bu dövrün ümumiyyətlə yaşayış məskənləri ya çay kənarında, ya da ki təbii təpələr olan yerlərdə deməli salınırdı. Və həmin salınmış ərazilər hasarla və müdafiə tikililərindən, müdafiə qalları ilə əhatə olunmaqdaydı. Və bu dövrdə artıq qəbilə öz yerini tayfaya verdi, yəni tayfalar artıq yaranmağa başladı Erkən Tunc dövründə. Evlərlə bağlı olan məqama isə diqqət edərkən biz qeyd edirik ki, evlər artıq deməli dairəvi planda düzbucaqlı formada evlər qurulurdu. Yəni eneolit dövrü ilə Erkən Tunc dövrünün oxşar cəhətdə bundan ibarətdir ki, evlərin düzbucaqlı formada inşa olunması. Daha sonra isə xış əkinçiliyi deyirik ki, yarandı. Xış əkinçiliyinin yaranması nəticəsində artıq daha ön plana keçdi maldarlıq və nəticə etibarilə də daha böyük bir mərhələ danışacağıq. Bu barədə ki, birinci ictimai əmək bölgüsünə qədər olan gedən bir prosesi əhatə etdi. Bu dövrdə yeni bitki növləri aşkarlandı, yeni heyvan növləri əhliləşdirildi, süni suvarma şəbəkələri yarandı. Biz daha əvvəl qeyd edirik ki, Orta Tunc dövründə süni suvarma şəbəkələri yarandı. Artıq indi isə qeyd edirik ki, süni suvarma şəbəkələrinin yaranması Erkən Tunc dövrünün xarakteri xüsusiyyətləri hesab olunur. İnsanlar dağlıq və dağətəyi ərazilərdə məskunlaşdılar Erkən Tunc dövründə və birinci ictimai əmək bölgüsü baş verdi. Birinci ictimai əmək bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrıldı. Bunun səbəbi də ondan ibarətdir ki, artıq maldarlar zəhməti daha çox idi.
və ona görə də əkinçilər oturaq həyat tərzi sürürdülər, maldarlar isə daim köç etməli idilər. Buna görə də bunlar ayrıldılar, öz sahələri ilə məşğul olmağa başladılar və nəticə etibarilə mübadilə maldarlar arasında daha sürətlə yayıldı. Onlar artdılar və onlar arasında tayfalar arasında əmlak bərabərsizliyi də yaranmış oldu. Bu dövrdə kurqanlar yarandı və tayfa başçıları kurqanlarda dəfn olunmağa başladılar. Və bu dövrün keçmiş dövrlərdə olduğu kimi, qeyd etdiyimiz kimi ibadət evləri mövcud olmuşdur. Bu ibadət evləri Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda isə birincidir Kültəpə yaşayış məskənlərindən aşkar olunmuşdur. Daha sonra Orta Tunc dövrü ilə bağlı olan məsələdə nə qeyd edirik? Qeyd edirik ki, Erkən Tunc dövründə yaranmış olan əmlak bərabərsizliyi bu dövrdə əmlak və sosial bərabərsizlik artdı və dərinləşdi. Hər iki ifadə qeyd olunmaqdadır Orta Tunc dövrünün xarakteri xüsusiyyətlərində. Bu dövrdə böyük tayfa ittifaqları yarandı və bu dövrün həmin o tayfa ittifaqları yaxın şərqin mədəniyyət mərkəzləri ilə müntəzəm əlaqələr saxlamağa başladılar. Və nəticə etibarilə ilkin şəhər mərkəzləri yarandı. İlkin şəhər mərkəzləri Qarabağda Üzərliş-Təpə, Naxçıvanda 2-ci Kültəpə, Oğlanqala, Urmiyada Göytəpə hesab olunmaqdadır. Və məhsuldar qüvvələrin inkişafı nəticəsində cəmiyyətin ictimai, iqtisadi və siyasi həyatında əsaslı dəyişikliklər baş verməkdədir. Və bu dövrün yaylaq maldarlığında qoyunçuluq əsas məsələ hesab olunmaqdadır və bu dövrdə qeyd olunur ki, ənənəvi dəm yəkinçiliyi mövcud olmuşdu ki, o da süni suvarmaya ehtiyac duymurdu. Çünki bostanların və s. rayon yerlərindən hal-hazırda var ki, süni suvarma tələb etmədən təbiətdən istifadə olunur ki, təbiət yağışından, qarından, suyundan dəm yəkinçiliyi öz bəhrəsini götürməkdədir. Və yeni təsərrüfat sahələri yarandı. Orta Tunc dövründə bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq. Duluzçuluqla bağlı isə qeyd etmək lazımdır ki, duluzçuluq artıq inkişaf etdi, daha da inkişaf etdi duluzçuluq və bu sahə deməli təkmilləşdi. Və buna görə duluzçuluqla bağlı olaraq da qeyd olunmaqdadır ki, qədim incəsənətin çiçəklənmə dövrü hesab olunur Orta Tunc dövrü. Deməli, metallurgiya sobaları təkmilləşdirilməsi də aiddir Orta Tunc dövrü ilə bağlı olan məsələ və burada ikinci ictimai əmək bölgüsünün baş verməsi sənətkarlıq peşəkar sahəyə çevrildi. Artıq sənətkarlıq digər sahələrdən ayrılaraq sənətkarlar öz işlərində məşğul olmağa başladılar. Və belə bir proseslərin baş verməsi ikinci ictimai əmək bölgüsündə əmlak və sosial bərabərsizliyi artırıb, bu da tayfaya öz təsirini göstərib və tayfa başçılarının kurqanlarda dəfn olunduğu qəbirlərdən də biz bunlar nümunələri görməkdəyik. Bu da onların dini görüşlərinə təsir göstərməklə bağlı hesab olunacaq. Daha sonra isə biz qeyd edirik burada Son Tunc erkən dəmir dövrünün xarakteri xüsusiyyətləri. Deyir ki, memarlıq inkişaf etdi. İnsanlar evlərini qaya parçalarından təpələrdə və s. inşa etməyə başladılar və onlar üçün artıq siklopik tikililər, hansı ki Azərbaycan qərb bölgələrində, Naxçıvanda, Gədəbəydə və digər ərazilərdə siklopik tikililər aşkarlanmışdı. Nərgistəpədə, Çarıqdamda və yaxud Arıqdam kəndində və bu həmin deməli qeyd olunan siklopik tikillərin sayı 100-dən çox idi. Və gələk digər təsərrüfat sahələrlə bağlı olan məsələ qeyd edir ki, arpa və buğdanın müxtəlif növləri əkilib bezərildi və taxılı vəllərlə döyməyə başladılar, oraqla bitirdilər həmin dövrdə də. Və atdan və dəvədən minik vasitəsi kimi istifadə olunması, yük daşınmasında istifadə olması köçmə yaylaq maldarlığını daha da inkişaf etdirdi və bu həmin məsələ ilə bağlı hesab olunmaqdadır. Və bu dövrdə duluzçuluqda yeni inkişaf mərhələsi yenidən başladı və ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə olundu. Və dəmirin inkişafında eramızdan əvvəl 1-ci min əvvəlində əsaslı dəyişiklik baş verdi. Dəmirdən geniş istifadə olunmağa başladı və Uzuntəpə adlı yaşayış məskənində dəmir tiyələri Muğan ərazisində və Tunc dəstəkli qılınclar tapılmaqdadır. Və bir qeyd edirik ki, burada 3-cü ictimai əmək bölgüsü baş verir. Maldar tayfalar ticarət məsələsində ümumiyyətlə fəal vasitəçi rolunu oynayırlar maldar
tayfalar. İnam məsələsinə qeyd etdikdə isə qeyd edirik ki, insanlar səmaya, meşəyə, göyə, yerə və s. sitayiş edirdilər bu həmin müxtəlif heyvan növlərinə. Yeni tayfa ittifaqları yarandı. Qeyd edirik ki, erkən Tunc dövründə tayfalar yarandı. Orta Tunc dövründə böyük tayfa ittifaqları yarandı. Yeni deməli, son Tunc, erkən Dəmir dövründə isə yeni tayfa ittifaqları yarandı. Və Qarabağda, Xocalı, Oğuzda isə Kərimli yaşayış məskənlərində mülki bərabərsizliyin dərinləşdiyini göstərən qəbir abidələri, qurğanlar bu dövrdə aşkarlanmışdır. Daha sonra isə biz qeyd edirik ki, burada təbəqələşməni dərinləşdirən amillər, ümumiyyətlə, ibtidai icma quruluşunun dağılması dövründə dedik ki, kollektiv əmək öz əhəmiyyətini itirdi, yeni tayfa ittifaqları yarandı, təbəqələşdirməni dərinləşdirən amillər isə maldarlığın əkinçilikdən ayrılma prosesidir, izafi məhsul istehsalıdır, yəni tələbdən artıq məhsul istehsalıdır, qonşu ölkələrlə əlaqələrdir. Bunlar təbəqələşməni dərinləşdirən və metal emalının kəşfi hesab olunacaq ki, təbəqələşməni dərinləşdirən amillər hesab olunmaqdadır. İbtidai icma cəmiyyəti ilə bağlı olan ən əsas yeniliklər bunlardan ibarətdir. Demək olar ki, ibtidai icma cəmiyyəti özünün 90% dəyişiklikləri ilə bu il tarixçilər arasında rezonans yaratmaqdadır. Çalışaq yenilikləri mənimsəyək, yenilikləri öyrənək, onlara uyğunlaşaq, onların xarakterli, onlar kontekstində testlərlə məşğul olaq, sual-cavablarla məşğul olaq, müzakirələrlə məşğul olaq, bu biliklərimizi dərinləşdirək və böyük ehtimalla müəllimlərin işə qəbul imtahanında və sertifikasiya imtahanında biz ən azı bir sualın qədim dövr Azərbaycan tarixi və böyük ehtimalla ibtidai icma quruluşu ilə bağlı olacağı düşünməliyik. Bu realdır. Ona görə də biz bu dəyişikliklərə uyğunlaşmalıyıq. Bunları özümüz üçün mənimsəməkdəyik. Hər kəsə uğurlar arzulayıram. Sağ olun, salamat qalın.